Yaxşı, 111-dən. Fərqan neçədən yazmışsan? 101'den. 101-dən. Sonra Sabira. 34. Ben yazmışım, sen yazdık arkadaş. Mülayim etmeyeceğim. Sümkəyə baxmışsan ki, belə əllərini büküb, belə soğuqdan belə gəlmişsən ki, zəminə Bilmirəm, şey yazmıyorum. 37-dən az yazmışsan. Aysi yazmıyor. Yazmışam mənim 40 sənə falan yazmışam. Rəvan. 60-dən. 80. 80-dən. 80-dən. Yaxşı. Yaxşı, Yaxşı. baxaq. Əvvəldən yaxşı başlayacaq, axırdan da bu dəfə axırdan gəlmir. Əvvəldən kiminlə problemi var, baxaq. Mövzu soruşmuram, ha, hələ ki, yaxşı. Məsələn, əvvəldən başlayaq. Neçə dedin? 8-ci sual. Diqqətlə qulaq. 8-ci sualda nə deyir? Rom deyir. Hər birinə aid olan nə lazımdırsa demişəm də o izahda. Yaxşı, izaha bir də qulaq asmısansa bir də qulaq as da. Sən bunu geçib deyilsən axı, elə bir dəfə baxmanla sən bir şey anlamalısan. Elə şey olur axı. İndi uşaqlar, Romdur. Romun bütün tərəfi necə olur? Bərabər. Bütün iti ilə iti eyni olur. Çorla çor eyni olur. Sonra diagonal bucağı necə bölür? Bu qaydanı öyrənməsən. Bəziləri ki, baxın söyləyir, mən baxan kimi testi yazım. Sən bunları öyrənməsən, sabahla bu qaydaları bilməlisən, rombun nələrini bilməlisən. Bilməlisən ki, diagonal çıxdığı bucağı necə bölür? Yarı. Bilməlisən ki, diagonallar kəsişəndə neçə dərəcə olur? 90, pepir, bunu bilməlisən. Bilməlisən ki, diagonallar kəsişəndə necə bölünür? Yarı bölünür, bunları da bilməlisən. Sonra bilməlisən, bütün tərəfləri eyni olur. Bilməlisən, iti ilə korun cəmi 180 dərəcə olur. Bu xassələr bilsin, sən qarşıma çıxan istənən sual işləyəcəksən. İndi bax, dediyimiz xassələrdən. Bura 65-dirsə, burada nədir? 65. Çünki bilməlisən ki, diagonal bucağı yarı bölür. İndi bura kor bucağı nə qədər oldu ümumi? 130-sa bura nə qədər olmalıdır? 50. Çünki bayağı dedik ki, iti ilə korun cəmi 180 olur. Bura oldu 50. İndi burada 50 olmalıdır, elə deyil. Yox, bura 130. Burada 50 olmalıdır, elə deyil. Çünki iti ilə iti bərabərdir axı. İndi burada həmçinin də 65-65 olur da, elə deyil. Yarı bölür. Sənin nəysə, bu adı, heç bunlara ehtiyac yox. Nə istəyir? Bu adı nədir? 50. Aydın, sadə bir primitiv qaydaları bilmək lazım. B, A, D. Həmşər hansını götürürük? Ortada olanı götürürsünüz da. B, A, D. Nə qədər oldu? 50 dərəcə. Anladınız? Getdik. Növbəti sual. Davam edək. Hə. Qeydiniz varsa götürün, yoxsa getirik ardıcı. Ben yoxlamadım da, hər şey yazmadığınız suallar deyil, çünki biraz az yazmışsınız. Gedək. 37. Məsələn 37-də. Kim hardan gəldi deyil, yəni geridən, əvvəldən fərq eləmir. Onsuz qaydacı yox yəni. İrəli isə geridə qaydacı olur. Geridə isə irəli gedəcək. 37-ci suala baxın. Baxın, deməli, MN-i nə qədər verir uşaqlar? MN ümumi 9-dur da. Bizə deyir ki, ikisi də nədir o fiquru? Kvadratların tərəfləri necə olur? Bərabər olur da. Və bucaqları da 90 dərəcə olur. Deyir, bunların perimetrlərinin cəmini tapır. Mən bilirəm böyük kvadratın tərəfi nə qədərdir? Nə yazacaq? X. Bilirəm balacanın tərəfi nə qədərdir? Elə mi? Hələ ki yazalım, lazım olur. İndi bunların nə istəyir? Perimetrlər. İndi bura X-dir, bəs bura nə yazacaq? X. Niyə görə? Tərəfləri eynidir da. Bura X, bura X, bura X. Bura Y-sə, Y. İndi bunun perimetri nədir? Qaydada izah etmişəm. 4X. Bəs bunun perimetri nədir? 4Y. Bunların nəyini istəyir? Yəni nəyi tapacam? 4X topla 4Y. Sonra nə edəcəm? 4-ü mötərizə xaricinə çıxardana nə qalır? X plus Y. X plus Y nə qədərdir? 9-dur da elə. M'in X plus Y deməkdir. Bunu yerinə 9 yazanda 4 vur 9 36. Bu qaydadır. Aydınmı? 37-ci sual. Bu şəkildə. Burada belə əndir-abadi bir şeylər düşünməyə ehtiyac yoxdur. Deyirəm. Neçənci sual? Yaxşı. Qeydlərimizi götürün. Qeydlərinizi götürürsünüz. Səfərə qeydini götürürsün. Hə, davam elədi. Yəni başa düşdünüz də silə bilərəmmi?
Başa düşdünüz keçişat. Sonra davam edirik uşaqlar neçənci suala. Neçə dedilər? 60-cı sual məsələn. 4-cü cavabda 60-cı sual. Romdur. Rom ən rahat fiqurlardan biridir. Kvadratla rom. Çünki qəşəng xassələr var, tapmaq rahat hər şey. İndi hündürlük verilib. Bəli. Adı bu haradır? Adı bu. A, D, B. Soldakı bucaq, eləmi? Nə qədər verir? 75. O dəqiqə bura nə qədərdir? 75. Bəli. Bura nə qədərdir? 90. 90, 75. Nə qədər? Bura nə qədər olacaq? 15. Çünki nə fiqurudur bu? Üçbucağın bucaqlarının cəmi 180 olmaq. Bura da oldu 15. İndi 75. Çor bucağı nə qədər oldu? 150. 150. Ona bura nə qədər olacaq? 30. Ona burada nə qədərdir? Ötürürsən, tapdığın zaman ötürürsən. 90, 30. 60. 120 burada nə qədər oldu? 60 dərəcə. Başa düşdünüzmü? İndi təbii ki, bura 70, diaqonal yarı bölürdü, onsuz burada nə qədər olacaq? 75. Çünki 75. Daha BF hündürlüyünü istəyir. İndi orada bizə AB-ni 5 verir. AB nədir burada? Tərəf. Rombun tərəfidir da AB. Bura 5-dirsə, hər yer nə qədərdir? 5. İndi bu düzbucaqlı üçbucağı görürsünüz, üstdəki düzbucaqlı üçbucağı. Bəli. Üstdəki düzbucağı. Bax, buranı görürsünüz. BC. 30-60 qaydası. 30-un qabağındakı katet betonun yarısı olur. Betonumuz nə qədərdir? 5. Həmçin 90-ın qabağı hip olur da. Salam, səsədir. Buyur, geç səhər. Buyur. Hə, bu düzbucağı gördünüz. Buradan bir dənə onun kopyasını çəkək. Elə bil ki, bizim hündürlüyümüz nədir? BF budur. Qulaq as. BF buradır. C də buradır. Buranı neçə tapmışdıq? 30 dərəcə. Bura bax, stoyka bura bax. Bura nə qədər idi? 60. Bizə tərəf BC də nə qədər vermişdi? 5. 5 bizim üçbucağımızın nə idi? Hipotenuzudur da. Bizə də BF istəyir. Elə BF də 30-un qabağındakı katetimizdir də. 2,5. 5-in yarısı olacaq 2,5. Bu xassələri təkrarlamaq lazımdır. Üçbucağı, həndəsən, nəsə anlayışını, çevrələri. Neçədən yazmışsan bu səfər? Yazmamışsan? Ay olsun ya. Yazmayan da ağacından çallar. Musa bir partidəydi çəkdi. Hə, yerinizi götürün. Bu da oldu 60-cı sual. Anladın? Ötürmək lazım, çerez. Yəni. Yoxsa baxım ki, mənə ancaq buranı verib 75-i, dur bax sıfatına. Yarım saat, xeyri yox. Hə, yanındakını tap, ötür, o birisinə, bu birisinə. Xassələrin yada sal. Bəli. Qeydinizi götürün. Yox, birləşib burada. Ay Musa, əsas keyfiyyətdir, eybi yox. Səhəti indi viruslar yaratdı, qızdıran şahidlərimiz çoxdur, onun üçün az. Sən neyini sən tapşırın? Axız dərsdə filmlə fırlatdınız. Biz də axırıncı film deyildi, o biri qruplaraydı. Deməli, film Yazın. axırıncda sizdə Nuray Məçərlər. Var, o neydi? Mən yox videosuna baxıram, ölürəm. Hər şeyi qızıyım. Nuray deyəsən qızdırması o gündən qaldı, deyil mi? Deməli, Ne asıl film ödürüm? Əlimdə silin. nə deyirəm, tərsinə bir şeydir. Deyirəm bu binənin tərsinə. Nuray Kick Break. Ne deyirəm? Burada da çəşiş gedir. Əsəbləşə də Nəsə bilmirəm. deyəmdirəm ama Nuray'a. Üyə nə deyirsən Nuray? Hə, sildim. Patriarxası Allah. Fırıdan sonra çəkib poyza verər. Daha dedim. Başqa sualınız? 61. Neçə? 61. Eynisidir də ağırdır. Roman tərəfini deyir. Bu hündürlüyüdür, hündürlüyü. Əsəb yazmışam da. Yaxşı, əsəbləşin. Yazarmışam. Qırmayın bir-birinizi. Müəllim. Müdaxilə etməyin də bir-birinizə. Evet. İndi çıxaracam siz Mən cəhərləyərəm. Həvəsmən. Deməli, B-yə nədir? Hündürlüyüdür. Bu B-yə. 3,5.
Bu hündürlüyümüzdür. BY hündürlüyümüz. BDS'ni düzgün müəyyən eləməlisən. BDS Ortada. sağı. Bu nə qədərdir? 75. Onda eyni şey. Burada nə qədər olacaq? 75. 75. Çok Bəli. belli. 75, 150 isə bura nə olacaq? 30 qarşısında. 30. 30'un qabağında katet nə qədərdir? 3,5. Onun ketonu nə olacaq? 7. Yeddi. 2 qatı. Bu da tərəf. Anladınız mı? Bəli, Pifagoru təkrarla. Bəli, Pifagoru təkrarla. Babamızın teoremi. Yaxşı, bunu qeyd elədiniz. Silək. İşiniz burada olsun. Qeyd edin. Qeyd edin. Yazın. Yazmısan da Əminə? Niyə qeyd olmuşsun? Ha, yazdım. Bu sizlərdən dəftər olan deyil ki, bu sarı dəftər. O da bir şey. Durup geldi. Konuştu öyle. Müzik olmuyor. Yemək reseptləri çıxartılır. Zedokka, Zedante, 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 Zedante. Zedante adı. Daha çok yemek. Dodca nədir? Zedodca. Fiskal yaşam. Hə, yox. Sildim, davam edin, növbət sual. Başqa nə problemləriniz var? 85. 85. Nə? 73. Baxırıq 73-cü suala. Gəldi. Bəli, bu sual. Baxın elə üstündə işləyək də kəsim ehtiyac yoxdur bunlar. Çünki uzun həll tələb eləmiş. İndi uşaqlar, burada belə paralelogramda diaqonal bucağı yarı bölür də. Qəşəng qulaq asmış qaydaya maşallah. Bucağı yarı bölünür. Yalnız iki fiqurda diaqonal tam bölən olur. Hansılarda? Romla kvadratda. Tərəfləri hamısı bərabər olan fiqurlarda. Hansılarda? Romla kvadratda diaqonal bucağı yarı bölür. Yalnız romla kvadrat. İndi burada rəqəmlərlə verib deyə sən bunu hərflərlə rahat olsun. Buna x deyirəm, buna y deyirəm, buna z deyirəm, hə? Burada nə olacaq? Niyə k olur? X. Qarşı bucaqlar bərabər olurdu axı bəs. Bəli. İndi 1-lər üçün cəmi 60-dır. Nə yazacağam? X üstə X üstə gəl. Z. Z nə bərabər? 60 dərəcə. Təyin demişim. Bəli. 4, 2. 4-ü nədir bəs? X. Yenə x üstə gəl. Y. Y. Nə bərabər? 150. Neyniyəcəm? X. Alt-alta çıxar ki, nələr getsin? X'ler. Bəli, x-lar getsin. Altı, başqa nəsə verib bizə? Hə, paralel B-də diaqonaldır. İndi gələk, bunları alt-alta çıxsaq, x çıx, aşağıdan yuxarı çıxanda x çıx x, Keçdilər. 0, sonra bəlkə toplayardı da bunları. Ben toplayabilirim. Birisi niyə görə? Uşaq, toplayanda, məsələn, yaxşı, çıxma işi alınmadığını görün da. Bax, y ilə z-i çıxacaqsan, bərabərdir neçəyə? 90 dərəcə. İndi bunların fərqini bilirsən 90-dır, amma y ilə z-in cəmi bilirsən nə qədərdir? Bilmirsən. Burada hansı birini tapacaqsan? Heç biri. Tutaq ki, ola bilər da, sən başdan alt-ata çıxdın, gördün belə alınır, hansısa biri tapa bilmirsənsə, sonra qayıt geri bunları neyinə? Topla. Niyə görə? Çünki burada 3-ün cəmi neçə dərəcədir? 180. 180-dir da. Bax, bu 3 bucaqdaq bu görürsünüz. 3-ün cəmi 180, ona görə nə vermişdi burada? 1 ilə 3. Yəni, x ilə z-in cəmi vermişdi 60 dərəcə, bir də 4 ilə 2. X-dan Y vermiş nə qədər? 150. İndi bunlar niyə görə toplayacaq? Çünki toplayanda X, Y, Z alınır burada. Onların yerinə nə qoyacaqsan? X, Y, Z-in yerinə nə qoyacaqsan? 180 qoyacaqsan. Çünki cəmləri nəyə bərabərdir? 180-ə. Bunları toplayanda elə X topla, Z topla, Y. Bərabər neçəyə? 210-a. Başa düşürsünüz? 2 dənə X var. Bir dənə Z, bir dənə Y-də yazdım. Bu üçünün cəmi nəyə bərabərdir? 180. Bax, bu üç bucağa baxsınız. Bax, üç bucaq nədə? A, B, D-də. Üç bucaq A, B, D-də. Bucaqların cəmi nəyə bərabər uşaqlar? X, Y, Z bərabər 180-ə. Həmin cəhətdə bu üçün yerinə qoysan, 180 qoysan. Onda X topla 180 nəyə bərabərdir?
210 da 30. 310'a, onda x nəyə bərabər oldu? 30'a. X'i tapdım, bizə 1 istəyir. 1 də elə nədir? X. Elə x-dir. Onu tapdım. Bəli. Desəydin o digərlərdə o var yerinə qoyardın. O bərabərliklərdə digərlərdə tapmaq olar. Belə təminlər sistemində keçmişik də bunları bilməlisiniz. Deməli, davam edək. Növbəti sualımız 85 idi. Yox, 77. Bəli, 77-yə də baxaq. 77. Səbəblərəm özünüz davam edirsiniz. Özünüz davam edin çalışın. Hər şey nöqtə, son nöqtəyə qədər çözülmür. Deməli, 77-ci sual. Düzbucağının diagonalları, bunun qaydasında yazdırmışam. Kim qaydaya qulaq asıbsa, sırf düzbucaqlı orada qaydasında, düzbucaqlının diagonalları arasındakı bucaq 60 dərəcə olarsa, yəqin ki, deyir, təzədən qulaq asıb qeydlərimizi götürün. Orada qulaq asıb gedməyin başdan əvvəl. Dayandıra, qeyd dəftərimizə qeyd edin qaydaları ki, oxuyanda, təkrar edəndə sizə yaxşı olsun. Düzbucaqlı deyir, təkir düzbucaqlımızı deməli, düzbucağlının diagonalları 60 dərəcəli bucaq altında kəsişir. Düzbucağlının tərəfləri necədir? Qarşı tərəfləri necədir? Qarşıları. Bütün bucaqlar 90-dır. Sən hər ehtimalı həmişə 90-ları neynə? Qeyd elə həmişə. Bəli, 90-lara qoyuram. Diagonalları fərqlidir yoxsa bərabərdir? Bərabərdir. Diagonallar eynidir. Harda? Düzbucaqlıda. Kəsişəndə necə bölünürlər? 2-1. Nəyi 2-1? Bərabər, hamısı. Gördüyün hissələr hamısı bir-birinə necədir? Bərabər. Median dedi 2-1 bölünsün. Bəli. Bax, burada x-dir, x-dir, x. Hamısı bir-birinə necədir? Bərabər. Yazıram mı? X. Çünki bu necə bölünürsə, o birisi elə bölünəcək də. Çünki diagonallar eynidirlər axı. Hamısı eynidir. Yəni burada yaranan üçbucaqlar necə üçbucaqlar hal-hazırda? Bərabər yanlı üçbucaqlar da. Bax, x bir üçbucaq, x ikinci, x üçüncü, bu da x 4. 4 dənə nə var? Bərabər yanlı üçbucaq var, bəli. İndi bura deyir neçə dərəcədir arasındakı bucaq? 60 dərəcədir. Bax, diagonalların arasındakı bucaq 60 dərəcədir. Onda bərabər yanlı üçbucaq, təpə bucağı 60-dırsa, oturacağı bitişik bucaqlar eyni olmalıdır axı. Onda bura 60-dır. Yerdə nə qədər bucaq qalır? 120. Onda necə edəməliyik? Yarı-yarı verməliyik da. Sən bir bərabər yanlı bucaq çəkirsənsə, tutaq ki, bunlar bərabər tərəfdirlərsə, bura məsələn 50 dərəcədirsə, yerdə nə qədər qalır? 130. Onu da yarı bölüb yazacaqsan da, bura məsələn 65. Elə deyil. İndi arasında təpə bucağı 50 deyil də, neçə dərəcədir? 60 dərəcədirsə, bunlar da görsənmi x də bərabərdirlərsə, yerdə 120 qalır, burada 60 düşürmü? Onda necə üç bucağı oldu artıq? Bərabər tərəfli oldu. Çünki üç bucağı da necə oldu? 60 dərəcə oldu. Onda bura x, burada nə olacaq? X olacaq. Artıq bərabər tərəfli üç bucağı oldu. Bəli. İndi nə vermişdi? Bir diagonalı, bir də kiçik tərəf. Kiçik tərəf x-dir yoxsa y-dir? X. Kiçik tərəf bir də diagonal. Kiçik tərəf nə götürəcəm? Bəs diagonal nə götürəcəm? 2x. Diagonal bu da 2x-dir, bu da 2x. Fərq yoxdur. Nəyə bərabər edəcəksən? 36-yadır. 3x bərabərdir 36-ya. X nə bərabərdir? X oldu 12 də. Nə istəyirdi? Diagonal nə idi bəs? 2x idi. Onda diagonal bərabərdir 2 vur 12. O da eləyir 24 santimetr. Bunu qayda olaraq belə yazdırmışam ki, orada qeydləmişəm. Əgər diagonalların arasındakı bucaq 60 dərəcə olarsa, kiçik tərəf həmişə diagonalın yarısına bərabərdir. Yəni, həmişə belədir. Əgər
Aradakı bucaq 60 dərəcə olarsa. Ben de kimsə çıxardım. Happy New Year da getdi, hə? Bəli. Necə oldu? Tətil keçsə istirahət edə bildiniz? Mən keçən Niyə? Çünki start verdim də sizə. sizə. Ha. Mən verdim start. Digər müəllimlər bilmirəm, mən verdim start. Ay mən. Məndən daha göz uzaq. Yeni de istirahat olun. Hala müəllimlər var ki, 20 gündə dərs Ay alırlar. istirahat Mən sağ olun. olsaydı gələcəkdim. Deməli. Dərsləriniz nə vaxt başlayır? Birinci günü. Beni bildim geldim dedi. Buyurun düşdü. Yox, ay neçəsindən hazırlıqlara başlamısınız? Bugün. Günaydın. Yox, bu gündən yox. Ben bugün çıkıyorum. Mənlə valla bu günə. İlk dərsin dərsi oldu. Bütün dərs aldı. Dəhşətdir. Deməli. Tam görürsün. Deməli. Xəcalət çəkin. 85-ci sual. Keçdi də. Mən bizim üçün gec deyil, istəyirsiniz girə bilər. Buna bax istəsəz. 38 dəqiqə. İzmirə. Deməli, qoyarsın bura. Getmək. Seyir aşırı getmə. Bu dəqiqə başımıza vuracaq. Deməli, yazmadığınız tapşırıqları. Uşaqlar, paralelogram bütün tərəfləri Bərabər. bərabər deyil. Diagonalları tənbölən Deyil. deyil. Diagonalları perpendikulyar yoxsa paralel? Gözlüyüm. Paralel. Gözlüyüm mən. Diagonallar da paralel. Məntiq. Diagonallar paralel ola bilər. Allah səni kömək olsun. Birim. Ağzına gələn daşdır. Deməli, bu oldu paralelogram. Rəva. Deyir, perimetri nə qədərdir? 30-dur. Perimetrin nə əlaqəsi var? Yaxşı, yazırsan o dəqiq. Tərəfləri bilmirsən ki, bilmirsən. Yazırsan da Mənim səhv oldu deyə. A, B, B yazaq tərəflərlə. Burada B, burada A. Perimetr necə tapılır? 2 vur olsun. 2 vur. Artıq o B. 2 vur, A topla B. Nə bərabərdir? 30-a. 30-a bölürsən 2-yə. A topla B bərabərdir 15. Musa bu gün Nuraya vəzirsən deyirsən. Yaxı mən perimetr 30-dur. 15. Sö. A ilə B-nin cəmi, yəni iki tərəfinin cəmi, yəni eni ilə zonun cəmi belə deyək də, kiçik tərəfinin, böyük tərəfinin cəmi 15-dir. Bunu bildik. Sonra deyək ki, bucaqların tənbölənləri qarşı tərəf üzərində kəsişir. Bucaqlarının tənbölənləri qarşı tərəf üzərində kəsişir. İndi fərqi yoxdur da, indi daha məntiqli, sənə daha rahat olsun, buradan çək də, tənbölən çəkəcəksən, eləmi? Buradan da tənbölən çəkəcəksən. Gedib harada kəsişəcəklər? Qarşı bucaq. Qarşı budur da, qarşı tərəf. Bu deyil ki, qarşı. Buradan bir tənbölən çəkirsən. Müəllim o biri. Dövə deyişəcək. Bəli. İndi bunun tənböləni budur, bunun da tənböləni budur. Gedib burada neynədilər? Kəsdilər, tərəfin üzərində, ha. Tənbölənsə durub baxacaqsan belə. Tənbölənsə neynəməlisən? Bucaqları qeyd eləməlisən. Elə deyərsən ki, tənbölən bucağı yarı bölür. Hə, öz-özünə de, dur bax sıfatına bunu. Bucaqları qeyd eləməlisən, nə qeyd eləyəcəksən? Alfa, alfa. Bəli. Hə, heç bir hərf tanımışsın. Bəli. Bura beta, beta. Bəli. Sonra yenə durub baxırsan üzrə, yoxsa nə edirsən? Hayır müəllim. Nəsə eləyir. Çarpazını ötürürsən də, ardıcılığa diqqət həmişə tənbölən gördünsə bu dörd bucaqlarda. Bucağın bu alfanın çarpazı hara deyil düşür? Bura. Bu betanın çarpazı. Burada bununla bu necə bucaqlar? Çarpaz. Çünki paralelogram tərəflər paraleldir axı. Burada nə olur? Beta. Onda bu necə üç bucaq oldu? Bura A-dırsa burada nədir? A. Bura A-dırsa onda burada nədir? A. Onda B nəyə bərabər imiş? 2A-ya bərabər imiş. B 2A-ya bərabər. Gördünüz biz bura ümumi demişik. Gətir buradakı B-nin də yerinə nə yazırsan? 2A. A topla 2A. Bərabərdir 15-ə. 3A 15-dirsə, onda A neçə olur? 5. 5.
Yəni A5-sə B nə qədərdir bəs? 10. 10. Dəhşət. Bizdən də kiçik tərəf istəyir, Kiçik tapışda tərəf 5. Anladınız? Tənbələn çəkirəndə hərfləri qeyd eləmək yadından çıxmasın. Demək ki, mən bilirəm də yarı bölür. Bilmən lazımdır, hərəkət eləmək lazımdır, yazmaq lazımdır. Sonra çarpazını ötürürsən, görürsən bərabər yanlı üç bucaqları alınır. Bəli. Qeyd elə Ayşe. Mənim üçün konservisini işləmir. Gözü saxmıyor bu. Bu deyəndə Yəni əslində kvadratı böyük. 45 kvadratdır, amma bu otaq heç 20 kvadrat deyil. Burası da. Bəli, bunlara vurur isti. Biz də onları burada bunlara vurur isti. Ağzını kaldır. Evet. Biraz yukarı Xeyir olur yaman istəyirəm. Biraz yukarı Ama ben saxlayayım. Aha, İnsanlar vurur. Doğru. Ben vuracağım. Hiç sıkıl değil. Heç cür cəbmən çatmır. O da soğuk olsa bir dənə istəyəcək o boşanma. Orada da bir tane kalsın düz vermedim. Sen çok şeşsən. Deməli, qeydiniz bitdi. Bir dəqiqə. Yaxşı oldu. Gəl. Deməli, Şöyle. bunları təzdən işləyəcəksə, gedə mən yazım baxıb, sifat, mən yazımın sifatına baxıb yox. Hə, başqa? Fərhad Neçə sual? 85-i demədim. 85 idi, doğru. Hə, Fərhad 85 demiş. Başqa? Səsindən sonra yoxdur bizdə. Bu da heç sifatına baxmayıb. Baxıb ki, bu nədir? Erişəksizdir, bu nədir? Bəli. Hə, belə, bu nizlər çıxıb yuxarı, bəli. Amma sual işləmi üzərində nəsə yazmaq, çizmək, qara eləmək lazımdır da. Sualdan qaçmaq lazım deyil. Baxırsan nə bura? Ben yazdım çizdim. Bura bax. Görün nə çizmişsən. Nöqtə qoy belə. Bura bax, işte. Bu imkan verir. Bir də soğuk qoy. Abi, Tərsi də var. Mərahat. Nə olur? Ben Nə kokuyor. kokuyor? Yaxşı. Paralelogramın qaydalarını biləcəksən. Başqa heç nə. Qulaq as indi bura. Bura qulaq as. 2 dənə paralelogramdır. Bu. Kongruent nə deməkdir? Kongruent eyni, bərabər. Yəni bu paralelogramın bütün eyni paralelogramdır. Tərəfləri də eynidir. Başqa nələri? Bucaqları. Bucaqları da eynidir, bəli. Tərəflər də bucaqları da eynidir. İndi bu paralelogramlar eynidir. BA'ya 70'dir. Haradır BA'ya? Ən önəmlisi onun yerini tapmalıdır. BA'ya. Yəni burada üç bucağın bucağı. Burada da üç bucaq yaranır. Görürsünüz? Abi biraz eksperimenti sonraya saxla. Bura bax. 70 dərəcə. Bəli. İndi axı dediyək bu paralelogram necədirlər? Bərabər. İndi bunun bu AB tərəfi ilə bunun bu tərəfi necə olmalıdır? Bərabər. Necə üç bucaq oldu? Bərabər yanlı. Burada nə qədərdir? 70, B'də 40. 70. 140. Bura nə qədər oldu? 40. Bu bucaqdan, üç bucaqdan söhbət edir. Bu bucaq 40. İndi bu paralelogramlar necə paralelogramlardır? Bərabər. Yəni bu ikisinin də bu kör bucağı necə olmalıdır? Eyni. Ümumi bütün bu bucaq neçə dərəcədir? 360. 360-dan 40-ı çıxırsan, bölürsən 2-yə bunları tapırsan. 360-dan 40-ı at, nə qədər qalır? 320. 320-ni 2 yerə böləndə 160. 160. Vəssalamdır. Kör 160-sa iti nə qədər olacaq? 20. Da burada 160-dır. Nə bilim, burada 20-dir də, eyni şeydir də. Burada nə qədər deyirəm? 20-dir. Burada nə qədərdir? 160. Da hamısını tapırsan, burada 20-dir. Vəssalam, tapılmayan işə qalmadı yəni. Adıcı haradır? Adıcı. Kör bucaq. 160. Heç nə, ancaq şəklin üzərində bucaq yazılır. Heç nə düstur, nə bir şey lazım olmadı. Anladınız? Kongruent sözündən istifadə eləmək lazımdır ki, yəni bu bütün tərəflər eynidir. Bura ilə bura bərabərdir. Deməli, bərabər yanlı 3 bucaq. Görürsünüz, 3 bucağın qaydaları bilməyən şəxs, vətəndaş bunu işləməkdə çətinlik çəkəcək. İnşallah. Vicdan qışqırar, üsyan eləyər, gedib təkrar eləyərsiniz 3 bucağı. İnşallah.
2026-nın vicdanı daha güclü olar. Yəni Bizim düşürlər. Türkler ola bilər. Düşərli olar. Demirəm, nə olur? Çəkmə. Ha, atıldı, kişniyəcək bu. Benimki böyle ol. Kimi imkanda kişinin Çəkəmirdim. Deməli, qeydinizi götürün. Bəli. Gələn növbəti sualı keçirik. Musaya bax, özü qələmlə yazır, topunun üstündə. O var ki, insan Sən onun təzminə işləməyəsən. olmaz olsun. Müəllim Təkrar işləyəcək, topun üstündə çox işləmir. Sən təzdən işləməyəsən, özün müsait olacaq. Yapamayım burada. Ben yatıyorum. Hamısının yerinə rahat işləyəcək. Hə, özüm işləyəm. Qolbaşlar sayılır. Haydi olsun. Sildin. Ben. Gəldik ki, növbəti sual. Var 85 plusda. Yox, hamısını yazın. Getirin. Ay mənim səndən yuxarısını yazamam. Yaxşı. Hə, var. Deməli. Mən Ayşe, Ben- çox bucağının daxil bucaqlarının cəmi necə tapılırdı, yadındadır? Ben- Ayşeli Ay, bir deyinə burada demişdi, daxil bucaqlarının cəmi. daxil uzaqlar. Yaş xarici bucaqların cəmi necə tapılırdı? Çox bucağının xarici bucaqlarının cəmi. Nurayın 360 böyle. 360'da 360. 360. Xarici bucaqların cəmi 360. Daxil bucaqların da cəmi 360 deyil. Çox. Daxil bucaqların cəmi tavan edirdi? Çıxılsın içi masanızda vurulsun üstüne. İstər. En çıx 2 nəyin sayıydı? Diaqonallar. Yox. Orada Üç bucağın sayıydı. Demişdim, En nə sayı yaza olan yaza bucağın yaza. sayı. Özdə tərs kimi o imenə çox bucağını dərsdəkət çəkmişdim deyə. Çənəm çıxırdı, bir şey 10 dəfə deyirdi. İndi o birlərində uşaq yox idi, gecə ilə gəldim çəkdim ki, çatdırım uşaqlar qulaq assın. Amma o çox bucağında sırf Nurayın sayəsində bir şey 10 dəfə deyirdim də. Yəni orada bir təpədən çıxan diaqonalları çəkəndə en çıx 2 sayda nə yaranırdı? 3 bucaq. Bir 3 bucağın da bucağı neçə dərəcədir? 180. En çıx 2 dənə 3 bucaq alınırsa, en çıx 2 nə vururdu? 180. İndi təsadüfən bu 91-ci sual gözümə sataşdı. İndi daxil bucaqların cəmi necə tapılır? En çıx 2 vurulsun. 180. bərabər 1000. Bərabərdir 1800-ə. 1800-lə də 180-də bölürsən, en çıx 2 nəyə bərabər olur? 10-a. Onda en nəyə bərabərdir? 12-yə. En nə idi burada? Tərəflərin sayı. İndi eni 12 tapdınsa, bəs ümumi diaqonalların sayı necə tapılırdı çox bucaqlıda? En vur, en çıx 3, böl 2. Yəni, en çıx 3 nəyin sayıdır bəs? Bir təpədən çıxan diaqonalların sayıdır. Aydındırmı? Bəli. En dənə təpə varsa, eni vurmalıyıq bir təpədən çıxanın sayına da. Bir dənə təpədən en çıx 3 dənə diaqonal çəkmək olursa, en dənə təpədən en vur en çıx 3 olacaq. Niyə 2-yə bölürdük? Eyni oldu. Əşyalarına görə. Çünki, məsələn, burada kiçik bir, məsələn, ya da 6 bucağı çəkdik. Məsələn, A təpəsindən, bir də B təpəsindən. Məsələn, deyirəm A təpəsindən B-yə diaqonal çək bu. B-dən də A-ya çək gəlin, belə çəkəcəksən, elə deyil. 2 dəfə təkrarlanır deyə 2-yə bölürük. Olmur deyəndə əslində sayda gedir də. Amma bunları 2 dənə saya bilərik. Xeyr, bir dənə gedir də bu. Aydındırmı? Amma əslində bu həm A-dan çəkilən diaqonaldır, həm də B-dən çəkilən diaqonaldır. 2 dənə diaqonal hesab olunmur əslində. Ona görə neçəyə bölürük bunu? 2-yə bölürük. Təkrarlanma getdiyi üçün. Məsələn, C-dən B-yə çəkirsən, bu həm də B-dən C-yə çəkilmək deməkdir da. Hamısında 2 dənə təkrarlanır deyə 2-yə bölürük. Belə, diaqonalların sayı bunlar hamısı izah olunub. Diaqonalların sayı yerinə qoyub tapmaq vaxtı. En vur, en çıx 3 böl nə idi? 2 idi. Eni yerinə qoyacaqsan? 12 vur, 12-dən 3 çıxanda 9 böl 2. 2 ilə də 12-ni aparsan, 6-nı 9-a olanda 54 dənə diaqonal olacaq. 12 bucaqlıdır da, belə deyil mi? Ayşe. Qeydinizi götürün, silirik. 91-ci sual. Neçə sual idi 4 bucaqlı ümumi? 120. Baxacaq axıra qədər buradan nümunələr işləyəcək. Qeydinizi götürün ki, növbəti dərsatda tam bunu yekunlaşdırmalıyıq. Gəlməyənlər özdə. Yəni sabaha yekunlaşdıracağız. Sabaha? Bəli. Bir nöqtə işləyin də.
bayramdan qalan sifarişini zaten yeyə. Çoxdan Yeter. Niye starsın kadar? Mən nənəm ləyəndə pişirmişdi istamışdım. Ay onunla kimi saçın da. Yanvarın onunla kimi. Ləyəndə. Ləyən olur hep böyük belə. Bizdə də aş pişirirlər sizdə bayramda. Ben. Vallahi 3 gün aş verir. Gələnə qədər aş verir. Ay müəllim 3 dəfə Qızdır yedən. müəllim 3 dəfə davadan qonaq gəldi bizə. Hamısında da həmin aşı qızdırdığım verdik. Düyülər şeydə oynayır deyir insanlar. Qeyd elədiniz? Ben. Bizde 5 gün. Hə, dənin o video qulaqsanız zaman ağzı sulanacaq da yaxşı. Deməli, Ay müəllim Burada- yadlarına çözəcəkdə aş var idi. qeyd elədiniz. Mən bu Bu- gərək bir ay sonra atdım. Deməli, bunun yazan var, səsləndən sonra yazan var. Yazmısan bunları? Bəli, yazmışam. Əslində çətin suallar deyil, 45 qaydasına əsaslanır. Məsələn, tutaq ki, 94-cü suala baxsınız. Sən bilirsən də təbii ki, bura düz bucaqlıqda, bura neçə dərəcədir? 90. Sənin üçün hər şeyi hazır eləməyəcəkdir, özün yaz bura 90-ı. 90, 45 bura nə qədər yeyir? 45. 45 də. Bəli, 45 qaydasından istifadə edəcəksən. İndi BSC-ni 3 verib. Bura 3-dürsə, burada nə qədərdir? 3-dür, AK da 3-dür. AD-ni 5 verib. Onda bura nə qədər olacaq? AD 5 idisə, bura 3-dürsə, bura nə qalır? 2. Onda 45-45 bərabər yanında, axı bura 2-dirsə, burada nə olacaq? 2 bura nə olacaq? 2 köşək. Görürsünüz, 3 bucağın xassələri. SK-nı istəyir bizdən da. Heç o 2 köküyə ehtiyac yox imiş. SK-nız oldu 2. Bəli. Bu sırf 45 qaydasıdır. Düz bucaqlı, üst bucaqlı. Belə, qeydinizi götürün. Karandaşla da qeyd edə bilərsiniz toplumun üzərindəki. Evdə özünüz rahat silib işləyəsiniz. Bilək üstündən. Deməli, davam edirik. Növbəti sual. Ha? Davam edirik. Qeydinizi götürün. Belə. Məsələn, 95 yazmışsan Fərdə? Bəli, yazmışam. 95. Sağ olasın. 95. Müəllim 101 kimi yaz ver. 120 dənə sual idi. Yaxşı, 120-dən baxaq. 120, qeyd tərəfi götürün. Ya dəftərə, ya çatdıra bilsənsə toplunun üstünə karandaşını gəl ki, özü silib insaflı işləyəsin. İndi paralelogramdır. Bax, burada indi 60-ın çarpazını ötürmək lazımdır. 60-ın çarpazı bilirsiniz harada? Yabancı 60-ın çarpazını orada qeyd edir. Yox, əslində düz dedi. Dediyi kimi edəcəksən. Bəli, oraya yaz. Şu an özən şübhə elədi, həqiqi deyil. Qorxmayacaq, saxlama. Yaş, əmən neyinə bəli, göz aladıram, deyib qorxuzursunuz. Deməli uşaqlar, təbii ki də bunlar paraleldirlərsə, bunlar necə olmalıdır? Çarpaz. Bura 60-sa, bura da 60-dır. Elə deyilmi? Bəli. Perimetri 24-dür. C diagonal 8, çox sağ olun, AB'də 60, onun kiçik tərəfinin uzunluğunu tapılır. Kiçik tərəfin uzunluğu. Kiçik tərəf yəni ya AB-ni, ya CD-ni. Bəli, bura nə qədər idi? 60 dərəcə idi. Bəli. Yaxşı. Perimetri nə qədər verir? 24. Perimetri necə tapılır? 2 vurarsa gəldi. Bəli. Bura A yazıram, bura B yazıram. Onda burada A'dır, burada nədir? B. Bəli. Onda yazıram 2 vur. A topla B nə bərabərdir? 24-dən. A topla Onda B 24 bərabər 2-yə bölürsən, A topla B neçə tapılır? 12. 12 tapılır. Bəli. A ilə B-nin cəmi bunu bildik ki, əlimizdə var 12-dir. Bəli. Sonra başqa nəyə baxa bilərik? A ilə B-nin cəmi 12 bildik. Hə, bu tənbölən olmur da burada bucaq. Nədir? Diagonal tənbölən olur burada? Xeyr. Xeyr, olmur. Bəli. İndi başqa nə edə bilərik biz burada? 60 dərəcəni bilirik. Bəli. Burada halan istəyir bizdən? Kiçik tərəfi, yəni hansını? A-nı istəyir da bizdən, elə deyil. A-nı istəyir. Burada başqa... Mənim 3 bucağın perimetri. 60-dırsa, necə? 3 bucağın perimetri. Perimetri vermir, baxın.
Tapa bilər. Bizə nə istəyir? Kiçik tərəfin uzunluğunu istəyir. A-nı istəyir. 8-i niyə görə verir? 8-i niyə görə verir? 60. 60, yaxşı. Burada nədən istifadə edə bilər uşaqlar? Siz kursusuna keçməmisiniz deyə deyim kursuslar yox, istifadə edir. 60-ı nəyə əsasən verir? Yaxşı, çarpazını bildik. Eyni üçbucaqlarla Diagonal verir 8. AB 60 necə? Diagonal 8 verir. Hə, diagonaldan istifadə ediləmək olar. Nə məqsədlə istifadə edilir? Yaxşı. Burada digər diagonalı çəksək. Nəsə bizə bir kömək edəcək? Yox. Bəlkə hündürlüyü endirsək? Hündürlüyü nə olar əməlim? Yox, hündürlüyü. Mən 60'ın qonşu qarşılığı verdim ona. Ya, tapsa Mən da 60'da da 60. Nə baxsan? Ara 60 deyə. Bərabər Deyirsən tərəfi sən deyə bu bilmir ya. olsun, nə edirəm? Bərabər tərəfi deyə bilmir. Sevgili abi, agresifsən. A plus B gözlük gör. A plus B-ni bilirik. Əslakən sən bilmirəm. Gülmə, mən insan. Dayan, sakin. Realı sözünü yarışdıran. Kiçik diagonal... Dayan görən. Burada küçük diagonal 8 verib. Nəyə əsasən? Yaxşı. Sən 120. Buradan bura onda hündürü yedirək. Qulaq asın. Buradan bura bir hündürü yendirsək. Ya da buradan bura hündürü yendirsək. Buranın bərabər yanlı olduğunu bilirik. Bilirik yaxın. Perimetri nə qədər verib? 24. A plus B-ni tapdıq. 12. Yaxşı. A-nın B-ni 12-dir. Maraqlıdır. Maraqlıdır. Nə bu sual çıxanda nə? Kiçik tərəfi uzunluğu. 60'dır. Ancaq buranı 60 bildik daha. Buranın bir uzaq başı buraya yaza bilərik ki. Orada 60'dır. Yox. Niyə? Çünki o bu tapı. Yüksəksək 60'dır. Diagonalla kiçik tərəfin arası 60 dərəcə verir. Bizə kiçik tərəf istəyir. A-nı istəyir. Böyle bəlkə bir... Təmbələn səvərəm 60-60 böldüm mən onu. Necə? Bəlkə bir hər yolu 60-60 desəydi. bölür. Hazır, tam bölən deyil burada, məzələn. Bilirəm də, Təm bölən deyil axı burada. Parallelogram ABC-dir, parallelogram. Bəlkə nəsə qeyd edəmək. Yəni, perimetri 24-dür, hə? Bildik, A plus B 12-yə bərabərdir. Kiçik diagonalda 8 verir. Maraqlıdır. Nə qeyd edəmək? ABD. ABD-in, özü verib 60 dərəcə. Sonra, diagonal 8 verməsi bizim nə işimizə yarayar? 8, A plus B. Düzbucağı çıxıza yaratsıq. Ancaq buradan belə bir şey çəkə bilərik. Buradan bir dənə hündürlük çəksin uşaq. Əlavə bir dənə hündürlük. Buradan bura bir hündürlük çəksin. Bura qulaq as. Bura 90 dərəcə eləsin. Bura indi 60-dırsa, bura nə qədər olacaq? 30 dərəcə. Bura olacaq 30 dərəcə. Burada hündürlük. 30'un qabağında katet. Bura tutaq ki bir x yazsın. A-B'ni siləyənə ki. Bəlkə də düzgün deyil. Bura x-sə bura nə qədər olur? 2x, elə mi? Çünki 30'un qabağında katet betonumuzun yarısı olur da. Elə deyil. Onda bura x-sə bura nə qalır? Ümumi 8 idi. X, 8 çıxır. Bura 8 çıxır, bəli. Sonra burada nə olur? X kökü, hə? X kökü də. 60'ın qabağı bura nə olur? X kökü. Yəni. Bəs tərəf perimetri nə qədər idi bunun? Perimetri nə qədər idi? 24 idi də. Yəni bura ilə, bura bir A yazsın. A ilə 2x'in cəmi nə qədər idi? Bayaq tapmışdıq. 12 idi də. A ilə 2x'in cəmi nə qədər idi? 12. Onda A nəyə bərabərdir? 12 çıx 2x. Buranın onda nə yazıram? 12 çıx 2x. Bəli. Burada nəyi tətbiq eləmək olar? Pifagora. Elə mi? Pifagora da bu qaydaya əsasdır. Pifagora.
Bunun kvadratı üstəyə bunun kvadratı nəyə bərabərdir? Bunun kvadratına. Başa düşmədiniz? Pifagor. Katetlərimiz nədir? X göstərir. X kök 3-ün nəyi? Kvadratı. Üstəcə 8 çıx x-in kvadratı bərabər nəyə? 12 çıx 2x-in kvadratı. Bunun kvadratı neçə edir? X'in Bunun kvadratı nə edir? 3. Bunun kvadratı nə edir? X kvadratı. Nə oldu? 3x kvadrat. Üstəcə. Buna müxtəsər açırsa, bunun kvadratı neçə edir? 64. Sıx 2 AB. 16x. Üstəcə X x kvadrat. Bərabər. Bunun kvadratı 144. Sıx 2 AB. 24 yok. 48x. Üstəcə 4x'in kvadratı. 4x'in kvadratı. Şu. Şimdi uşaqlar 3x kvadrat toplu x kvadrat. 4x Bu da 4x kvadrat. Getdilər. Getdilər ha? Bəli. Yox, keçilənə gedilər. 4x kvadrat bunlar eləmir. Bəli. Bu da müsbət 4x kvadrat, burada da müsbət 4x kvadratda. Bunlar nə etdilər? Getdilər. Getdilər. Onda 64 çıx 16x nə bərabərdir? Sağda nə qalıb? X'ler 144 çıx nə qalıb? 48x. X-lar bir tərəfə, ədədlər bir tərəfə. Onda bu mənfi 16x. Bu tərəfə nə olur? Mənfi 48x bura gələndə müsbət 48x. 144-dən nəyə çıxıram? 64. 64-dür. Onda neçə x qalır? 32x qalır da. Böyükdən balacan çıxır, böyük işarəsi qoyulur. Bərabər 144-dən də 64 çıxan neçə qalır? 180. 80. 80. X-də nə bərabərdir? 80 32 böl 16 yapar içsə. Daha balaca olsun. 16 içsə aparanda 2 dəfə 5 dəfə. Onda x nə bərabər olur? 2,5. 5 bölü 2, 2,5. İndi biz x-i tapdıq da. Onda bura nə qədər olacaq? 2 bölü 2 onda 5. 5. 5. Onda bura nəyimiz idi? Bu 5. Bu ümumi nə qədərdir? 5. 12-dən 5 çıxanda bu da olur. Biz onsuz kiçik tərəf istəyirdik də 5. Saat 5. Amma biz böyük tərəf istəsəydik 7 olardı. Məsələn, gözləmirdim belə sual olsun. Yəni sizdən axır sualı belə sualı da yüzüyüm. Əlavə artırma eləmək lazımdır. Burada bir dənə nə indirmək lazım idi? Hündürlük. Çünki yuxarıdan hündürlük endirsən, şəkli korlayacaqsan. Niyə korlayacaqsan? Çünki bilməyəsən 60-ı necə bölür. Yuxarıdan bir dənə hündürlük endirsən, bilməyəsən 60-ı neçə dərəcə olar. Amma 60-ı bütöv saxlayırsan, buradan diaqonal nə indirdin? Hündürlük indirdin. Bura 60, bura 90, bura nə oldu? 30. Yəni buranı bilmədiyi üçün bura nə dedim bir dənə? X. Ümumi 8-də axı. Bura x isə bura nə oldu? 8 çıx x. Sonra yenə bayaqçı 60-ın da qabağı bura olur x kök 3, 30-un qabağı x-dirsə, 60-ın qabağı x kök 3 olacaq. Sonra biz perimetrin boş-boşuna vermirik də uşaq. Perimetri 24 verib. Bayaq tapmışdıq ki, iki tərəfinin cəmi 12-dir. Çünki 24-ü 2-yə bölən 12 olmuşdur. Bir tərəfi 2x-dir. Buna da bir dənə a demişdik. A ilə 2x-in cəmi 12-dirsə, a nəyə bərabərdir? 12 çıx 2x. Burada oldu 12 çıx. Sonra bura nəyi tətbiq elədik? Nəyi? Pifagoru da aşağıdakı üç bucağa Pifagoru tətbiq elədik. X köksün kvadratı üstəcə 8 çıx x-in kvadratı bərabərdir digərinin kvadratı. Bəli, o bir üç bucağın Pifagor etsəydi, yenə eyni cavab olacaqdı. O bir üç bucağı bunu deyirsən. Müsavi. Bərabərliyi alınacaq idi. Orada heç bir tapa bilməyəcəkdim. Müsavi tapışır. Yox, 5. Əslində 5. Məsələn, bunun kvadratı nə idi? 3x kvadrat. 9x. Buradan heç nə tapa bilməyəcəkdim. Bunun kvadratı x kvadrat. Bərabərdir bunun kvadratı, yəni 4x kvadrat. Yəni bu bərabər buna. Heç nə tapa bilmirsən. Yəni bərabərliyi alırsan. Burada. Amma burada sən artıq x-i tapdın ikinci üç bucağında. Belə, ayısı. Qeyd elədim yəni. Qeyd elədim. 120-ci sual. Devam, hazır başlayalım. Yazdım.
Aysel. Aysel. Uyan. 5 dəqiqə tənəffüs. Sildiğin necə? 5 dəqiqə tənəffüs. Tənəffüsdə adam çayda içər. Benim də tənəffüs. Yox, çay istəmirik. Çay istəmirik. Çiridə bir dəqiqə. 5 dəqiqə yox. Bence de kübreleyecek de bir tane. Deməli, Verirsən tənəffüs. gəldik. Məsələn, 118. Burada artıq şəkli özü hazır verir. 30, o bir bu cana qədər olacaq. 60. 60. Bəli. Buranı sən 90 görürsən, buranı da 30 verirsə, bura nə qədər olacaq? 60. 60 dərəcə. İndi sənə perimetr 80 olan yerə paralelogramdır. AB ilə BD bərabərdir. AB ilə nə? BD. Yəni bura ilə bura diagonal necə bir-birinə bərabərdir. Onda bərabər yanın üçbucaqdır da. Bununla bu bərabərsə, bura 60-sa bura da nə olur? 60. 60 dərəcə. Onda bura nə olur? 30. Bərabər tərəf Bura 60-sa burada nədir bəs? 60. İti bucaqlar eyni olur axı. İndi iti bucağı 60-sa kör nə qədər olmalıdır? 120. 30, 30, 60 burada nə olacaq? 60. 60 dərəcə. Bəli, formada. Belə. Sonra indi necə 30-u bildik, ABD bucağının perimetrini. İndi uşaqlar, bura mən məsələn bura A yazdıramsa. Bu necə üç bucaqdır? Bərabər tərəfli. 60, 60 burada nə qədərdir? 60 da. Onda burada nə olacaq? A olacaq. Bura A-dsa burada nədir? A-dır. Onda bura A-dsa burada nədir? A. Onda bu nə imiş? Romb imiş. Çünki rombun özü də elə paralelogramın bir xüsusalıdır da, bir formasıdır. İndi perimetr nə qədər vermişdi? 80. Nəyi 80 bərabər edəsən? 4 4 A-nı 80-ə bərabər edəcəksən. A nəyə bərabərdir? 20-yə. A oldu 20. Bizdən istəyir ABD üçbucağının perimetri. 60. Bəli, bura A, burada nədir? A, çünki bununla bu bərabər idi onsuz da. Onda 3-ü də 20-yə vuracaq. Perimetr bərabərdir. Şərait. 60 dərəcə, 60 nədir? Santimetrə, belə. Götürün. Mən üşürəm. Yaz. Koymayın başımıza. Ben anahtarım. Kanserin üstü. Ay mən üstümə vurmuram. Hülya üstümə Geç vurmuram. Hülya. Nerede var buraya? O qədər istəyir ki, özü yatır Hülya. İndi döfəcərsin. Yorğana ihtiyaç. Ya, bunu da silirəm. Yorğan Belini götürün. Yorğan Bucaqlarla götür. Bax, burada bucaqları ötürməklə. Bucaqlarla, sonra üç bucaqların xassələri ilə getdik. Yorğan elə elində. Tez olan sil. Yorğan. Demək, Aysel hazır döfəyə. Mən. Bəli. Deməli, gəldi yaz biraz azdan. Bunu gəlir, Aysel işləyir deməli. Elə bilməliyim. Nə olar? Deməli, gəl bura. Ay zibil. 117-ci sual. Nə görürsən? Deməli, hamla yerində işləyir. Kamera. Deməli, gəl. Hə? 117-ni tez ol. Əməliyim. Hamışlasın yerində. Bu. Tez ol, Yanında. şəkilsin. Bəli, mən çəşim 118-in şəkli 119-a yazdım, olar. Yaxşı. Buyurun. Çəkin nəyi? Nə şəkil? Trapesiya çəkir. Ay ben bir dəqiqə oxuyum da. Altında cavablar bayan, trapezyen diagonallara oturazan və izostayızalı əməli Başa düşüyor. Trapesiya çəkir Musa. Mustafa. Yazmışsın. Müəllimim tut seçirəm, heç keçirir. Deməli. 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 Sakit. Ama Özümün getmək müəllim. burada zaman sən. Səndən minimum nə Salam götürsün? ver. Şəkil çək. Hə. Deməli. İti bucağı 60 dərəcədir. Mən gəlm yazım. Xeyr müəllim. İnşallah. Mən özüm yazım. Yazmışsınız da. İti bucağı. Nəyi bərabər yanlış da? O nədir? Ora nə yerləşdirəsən? Şəkli başqa yerdə çəkim mümkün deyil. Hə, bərabər yanında itilər necə olur? Bərabər olur. Bəli, itilər bərabər olur. Yəni sən diagonalları, Amma burası topun arasına qoy. Buraya
Gələndə baxın, nömrəsini yaz, ora gedirəm. Tez ol. Yazıb kimdir? Diagonal oturacaqla At dərəcə uzanır. diagonal seç də. Bir dənə diagonal seçirsən, hardan ürəyini istəyir. Bir dənə diagonal seç. Buradan bura seçeyim. Necə istəyirsən. Bəli. Bəli. Diagonal oturacaqla neçə dərəcə bucağı yaradır? 30. Hara 30 yazacaqsan? Bura. Oturacaqla. Aha, bəli. Elə yaz görürsün. Biraz şöyle yaz, biraz ileri yaz da boş yere yaz. Buraya. Bəli. Bəs yuxarı nə qədər qaldı indi? Burada 30 qaldı. Orada 30 qaldı. Bəli. Başa düşdünüzmü? Ümumi 60'dır. Dedi diagonal oturacaqla 30 dərəcə bucağı yaratdı, bildik. Trapesiyanın indi kiçik oturacağını istəyir, hə? Bəli. Trapesiya. İndi üçbucağı görürsən aşağıdakı üçbucağı. Bəli. 60, 30. 90. Bəli, perpendikulярı qoyuram. 90 dərəcə bucağı yarandı orada. Bəli. Bəli. İndi perimetr nə qədər verir? 20 verir. 20. İndi yaxşı. İti bucağı nə qədərdir trapesiyanın? 60. Bəs çor nə qədər olacaq? 120. 120. Burada 20. Eləmi? Orada olacaq 20. 20 yox, 30. 30. Hə, 30 dərəcə. Onda üstdəki üç bucaq necə üç bucaq oldu? Bura bərabər yanında. Bərabər. Çünki 30-30. Onda hərfdir də bir dənə. A. Tərəfiniz o A-dır. Orada nə olacaq? A, çəkil sol tərəfə. Gördünüz oranı? Bəli. 30-30 bucaqlar bərabər. İndi necə trapesiya idi bu? Bərabər. Bərabər yanlı. Orada nə qədər olacaq? Bura A. A. Yaz. Hə. İndi aşağıdakı üç bucağa baxırsınız. Altdakı üç bucaq necə üç bucaqdır? Düz bucaqlı üç bucaq 30-60 qaydası. 30-un qabağı nə qədərdir? A. Betonda nə qədər olacaq? 2A. 2A. Betonda da yaz 2A. İndi trapesiyanın tərəflərini gördünüz. A, 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 2A. Hamısını toplayıb nə bərabər edəcəksiniz? 20'ye. 20. 5. Üç bucağın xassələri daha çox istifadə olunur. Neçə A-dır ümumi? 5. 5 A-dır. 5 A. A4 eləyir. Sən işin olmasın. A4. Tamam. Benim A bərabər 5 A4. Rəhman özü işləyən bilir. Sən işləyən. Hə. Sən bir deyim. Uzanmışsan Afrikanın üstünə, elə bilmə ki. Nə olsun arxanda bir dənə qitə dayanır. Trapesiyanın kiçik olacaq. Hə, A4-dür, trapesiyanın kiçik oturacağı da oldu, elə A-dır da 4. Bəli. Onun zarafatı. Əyləş. Gəl, əyləş. Deməli, anladınız bu sualı? Bəli. Yine burada bu formada biraz böyük şriftlə çəkirik. İti bucağı nə qədər verib? 2. Bura baxın. 60. Buraya yazırsan nə? 60 dərəcə. Burada nə olur? Niyə görə? Bərabər yanlı olduğu üçün. Yəni heç bir bütün trapezdə belə olmur da. Sən bərabər yanlı iti ilə iti bərabər. Bura nə qədər olur bəs? 120 olacaq, bəli. Burada olur 120 dərəcə. İndi deyək diagonal, ya buradan çəkirsən, ya buradan çəkirsən. İki dənə diagonal var. Deyək diagonal oturacaqla neçə dərəcə bucaq yaradır? 30. Fərqi yox. Oturacaq, bura oturacaq deyə bilərsən. Xeyr. Budur oturacaq. Bura nə yazacaqsan? 30 dərəcə. Ümumi 60 idi, bura nə qədər qalır? 30. Bura da 30 qalır. İndi 120, 30 nə qədərdir? 150. Burada nə olur? 30. Üç bucağa görə 30. Çünki 3-ün cəmi 180 olmalıdır axı. Bəli. Bəli. İndi 30, 60 nə qədərdir? 90. Burada nə olacaq? 90. 90 dərəcə oldu düz bucağı, üç bucağı. İndi bu bərabər yanlı üç bucaq olduğu üçün bura x-dirsə, burada nədir? X-dir. Bərabər yanlı trapesiya olduğu üçün bura x-dirsə, burada nədir? X-dir. 30-un qabağındakı katet x-dir. Və sifetonuzda olacaq? 2x. Hamısının cəmi nə qədər olmalıdır? 20. 21. Yəni 5x 20 isə x dənə bərabər oldu? 4-ə. Bizim də kiçik oturacağımız budur. Kiçik oturacaq budur, 4. Böyük oturacaq budur. Böyük oturacağı soruşsaydı nə qədər olacaqdı? Hə, 8. Hə, bəs bu diagonal soruşsaydı 60-ın qabağındakı katetdir da bu, 30-60. Nə qədər olur bu? X-in hansı misli? Kökdə 3 misli olur da bu. Diagonalımız. Olacaq idi 4 kökdə 3. Hə. Qeydinizi bitirin, tez olun. Lövhəyə gəlir. Sağ ol, səndən bax. Yanğın ailesi yeniniz mi? Sizəm bu. Hə?
Bəli. Zaman gedib tamam sən də. Qutar. Musa söz atlanacaq. Üçün dərs olsun. Deməli, növbəti suala gəlir deməli. Yolda kəlmə. Şagirdimiz Mən gəldim. kimiz gəldi ya? Gəl Hülya, gəl. Test 100, kabul edirlər. Deməli. İstəmirəm. deməli, onu özüm işləyəcəm 114. Deməli, 113 işləyirik. 113. Bu Hülyadır. Şagirdimiz. Tərpət belə, titrətmə. Düzdür, indi dəftərini gətirməyib, amma belə dərslərim pis oxunmur yəni. Bir dənə rəsm dəftəri var, həm də yazıqdır. Buyur. 24 vərəq müəllim. Kartlar atıl. Deməli, 113. Başlayın. Şəklin üstündə işləyirsən, sözün adi şəkil çəkirsən. Bəli, maşallah. Buyurun. Nə çəkilir bir dənə? Parallelogram. İnşallah. Gəl. Müəllim romba oxşadı. Durdu bu qədər. Bəli, yaxşı. Sağ ol. Bayramınız mübarək yediği qardaş. Bəli, bəli. Yerim isə bir, Əlli bira baxır. Bəli. 91 oxşur. Bəli. Necə çıxacaq oldu? Bərabər yəni. Onunla da o bərabər. Aferin. Sür. Bəli. Nədə? Ayın da 15-dir. Ben İndi bax, MDN istəyir. İndi necə üç bucağı görürsən orada? Beraber yanım. Bərabər yan üç bucağın nələri bərabər olur? Oturacağım. Oturacağı bitişi bucaqları. Ben. Alfa, alfa. Bəli. Ora alfadırsa, ora baxın. Ora da alfadır. İndi ora betadırsa, sən bilmirdin, ora da betadır. İndi alfanın çarpazını ötür. Yox, o yuxarıdakı alfanın çarpazı hara gəlib düşəcək? Buradaki alfa tabuzu böyle çok. Ayısı ora da alfadır. Demək o nəyiymiş deməli AM? AM nəyiymiş? Tənbölən imiş, işte görürsən alfa alfa. Yuxarıdakı betanın çarpazı aşağı düşdü, oldu beta beta. Onda o elə ikisi də nəyiymiş? Tənbölən imiş deməli. Bayağı bir sual işlədik, tənböləndən gedib kəsişirdi qarşı tərəfin üstündə. Bəli. İndi sən tərəflərini bilirsən bunu? Hayır. Görsən özü perimetrin verir, bir dənə x dedən, bir dənə tərəfinə məsələn. Məsələn. X demə A de məsələn, A. Hangi Tərəf. tarafı? Nəyin tərəfinə? Nəyin perimetrin verib sənə? Parallelogram. İndi bir dənə tərəfinə A dedən nə olar? Ben buraya adım. Bəli, inşallah. Bəli. Qarşı tərəf haradır? Ora niyə B deyirsən? Bir səbirli ol da. Niyə səbirsiz olursan? İstemiyorum. Ora da A olur. İndi üçbucaqdan istifadə elə də. Ora A-dırsa, bərabər yanlı üçbucaqdaq, ora da A-dır. O birisi ora A-dırsa, ora da. Buranın da kağıdı. Ora da 2 A-dır. Və perimetrin verib 51. Yaz. Ben. 6 bərabər deyilir. Bəyəndi. Hə? Süleyman. Yaxşı başa düşürsən? 51-i də 6-ya bölürsün. 8 tam. Neyini ya bu? 8 tam onda 5. 8 tam onda 5. Belə. Belə. İndi bizə nə istəyir? Hadi 8 onda 5. 8,5. Şərt deyil ki, kəsinə yazsan. 8,5. Belə. Ben. Hə, A-mız oldu nə qədər? 8 tamında 5. 8 tam Bir de onda 5. MD'nisi. Burası 8 tamında 5'tirse. Burası 8 tamında 5'tirse. Onda belə deyək, başqa nə vermişdi? Heç nə. MD 15, MD-ni istəyir. Və 8 onda 5, 8 onda 5. Aynen burada 15'ti. Ha. Yox, burada bir şey... Uşaqlar, iti ilə körün cəmi neçə dərəcə olur? 180. 80. Bax, burada iti bucağı nə qədərdir? 3 alfa. 2 alfa. Bu nə qədərdir? 2 bebek. 2 alfa ilə 2 betanın cəmi nə qədərdir? 80. 80. Sonra nə edəcəyik? Alfa üstə beta 90. 2-yə bölürsən hamısın. Alfa toplu beta nə qədər oldu? 90 dərəcə. Sağlam oldu.
Alfa ilə betanın cəmi 90-sa bura nə qədər olacaq? 90. Bura da 90. Ara 90 Bəli. dersən. İndi bura 90 dərəcədir. Bəli, bildik. Alfa betanın cəmi 90 dərəcədir. İndi bu da Mən yaxşıca eləyək də. buranı bilirsən də. Bura A neçə tapırsan? 8.5. İçində 8.5-ə bura neçə yeyəcək bura? 17. 17. Heç bunun lazım imiş. 15, Uşaq. 17. O da X. 8. O da X. Pifaqoru yaz, uşaqlar görsün. Açıq aydın yaz da şifahi yox. Pifaqoru açıq aydın yaz. Pifaqor teoremi. 225 idi. Bəli, 225 idi. Bəli, 225. Ee, 289. 17'nin kvadratı bəli. X kvadratda bərabərdir. Bəli. Sağ olsun ama. O burada istimatik dünyalı sen. Dünyalı yani istimatik. Ben 8. Bəli. Şu. Benim cevabım 8. Bəli. Şu. Bura 8. Burası her yere yaz. Başa düşdünüz uşaqlar? Değil. 100 var. Bir də gedir üstündən. Bax burada şəkil özü vermişdi. Bax burada tənbələn olduğunu hələ bilmirdik. Burada deyir ki, AB ilə bura bax. AB ilə MB necədir? Bərabər. Görsən, üstünə bir xətt qoydu. Bunlar bərabərdirsə, bu necə üçbucaq oldu? Bərabər yan. Onda bura bir dənə alfa dedik. Burada nə olur? Alfa. Bu bucaqlar bərabər olmalıdır da. Sonra, bu alfanın çarpazı bax bura. Bura bax. Üstəki alfanın çarpazı gəlib düşür burada. Ama bu nə olmuş oldu? Tənbələn olmuş oldu. Alfa, alfa. Burada da həmçinin. Məsələn, bura bir dənə belə deyək də. Bu da bərabər yanlıdır axı. Çünki CD ilə də MC-ni bərabər verib. 2 xətt qoydu. Bax, bu bərabər yanlı üçbucaqdır. Bura betadsa, burada nədir? Betadır. Bərabər yanlı olduğu üçün. Bu betanın çarpazı, bax, üstəki betanın çarpazı gəlib düşür bura. Bu da nə imiş? Tənbələn imiş. Beta, beta böyle. İndi uşaqlar, bu 2 alfa, 2 beta. Cəmi nə qədər olmalıdır? 180. Alfa topla beta oldu 90. Alfa ilə betanın cəmi 90-dırsa, bura bax. Onda bu üçbucağa görə burada 90 olmalıdır. Necə üçbucaq oldu burada? Düzbucaqlı üçbucaq. Bir tərəfdən də ki, bura tərəfi heç bir tərəfi bilmirdik. Bura A dedimsə, burada nə olmalıdır? A. Çünki bərabər yanlıdır. Bura A-dırsa bunun qarşısı nədir? A. İndi bura A-dırsa, burada nədir? A. Onda BC nə qədər oldu? Bura 2A. Bura 2A-dırsa burada nədir? 2A olacaq da, bəli. Perimetr neçə verir? 51. Neçə A-dır? 6A 51-dirsə A bərabərdir. Neçə? 8,5. Onda A 8,5-dirsə 2-ni 8,5-ə vuranda bura nə qədər oldu? 17, 15. Buranı özü vermişdi 15. Burada X dedi də. Sonra Pifaqorla X-imizi tapdıq. Neçə? 8. Bunu da silirik. Hə? Gəldi lövhəyə, deməli növbəti kim gəlsin deməli. Növbəti devam. Çabuk. Bəli. Sən nə görürsən? Yaman gəlsin. Uşaq barədə lövhəyə çıxmaqdan ötürü. Deməli, 112-ni işləyək. 112-nin oxşarı da var. Yaxşı 111 işləyək. Oxşarını işləyərsiniz ikisini də. Deməli, yazın. 111. 111-ci sual. Şəklin üstünü işləyirsən, yoxsa tərdən çəkirsən? Çəkirsən, ya, çəkməyə öyrənir. Şəklin üzərində çox. Hə, buyur. Buyurun 111-i. 111-i. İşləyək 111-i. Orada yerləşdirməyəsin. Hə, deməli, çəkil sol tərəf görüb. Bəli, pis deyil. Ben məktub Mas hardayız aslan? Deməli, sakit olun. Deyir, sakit olun. Yəqanalları o nöqtəsində kəsişir. Sağ olsunlar. BOC haradır? BOC nədir orada? Niyə burada? Bildim, şərtdə nə verir BOC? BOC Nədir onlar? Nələri? Ardın oxumur, heç cümlə. BOC və ABO
Üçbucağların perimetri. Ha da bucağı demirəm da təbii ki, nədən söhbət gedir? BOC nəyindən? Üç bucaq. Perimetr. Birləşib demir. Üçbucağın BOC üçbucağı, bir də ABO üçbucağların perimetrlərinin nəyi? fərqi 7-dir. Hə, perimetr nə deməkdir? Perimetr tərəflərdən. Bəli. BOC-nin tərəfləri nədir? Yoxdur, mən özümüzdən yapsam. A sonra inşallah yazırsın. Ora A. Bəli. Paralelogramın xassələrini bilmək buradan görünür da. A, B, C. Ağzına gələn yazıyor. Azərbaycan əlifbasının tərəfindən yazıyor. Bilmirsən, onlar nədirlər? Diagonallar bilmirsən, yarı bölünür. Ora A-dırsa, Bura da A'dır. çox sağ ol. Niyə Araya əlaqəsi aşağı, var? aşağı. Paralelogram diagonalları eynidir. Ora A-dırsa, Bura A'dır sanırım. aha. Ara A-dır. O de. O birisi yarsanın. Niyə bura? O birisi yarsanın. Niyə? Niyə bura da mən? O C. Yok. Konuş artık. O C. Yok. Ay benim O B, O B, C. O D. O D, O D. Ha bura. Evet. Aynen, Elli videoda o ses bir, aydın o bir. düşürür. Hə. Hem yaşlı. Bu diagonal BD diagonal değil. Ha, bu bir yarısı burada, bir yarısı bura olmayacaq. Ha, bu nədir Amerika tutan? Nəmcə ayağı göstərsən bura olacaq, cəhənnəm nə? Hə, bura nə olur? Ha. İnşallah. Hə, deyəsən. Hə, o birisdə də yazın inşallah. Bəli. Bəli. Beyni aparıb düz tərəfin üstündə yazırsın. O birisi beyni, birinci yazdığı beyni tərəfin üstündə yazırsın. Heç o vecinə deyil, mən onu Bak söyləyəm. buraya. Bak buraya. Hə, birinci... şey bunu da keçmir. Hə, birinci birisi biraz diagonal üstündə yaz da. Bəli. Müəllim Nuraya əvəz eləyirik. Bəli, bəli. Ay, Ana, nə çox keçir? şükür, bəli. Agit. İndi o üçbucağın o bir tərəfinə də bir hərf yaz da. BOC üçbucağın o bir tərəfi hansıdır? BOC üçbucağı. C. Hı. Bura. BOC üçbucağını BOC üçbucağı Bura. göstər. Ha bura. O bir üçüncü tərəf hansıdır da o? C. Ha sən neymişsən? Ben nokta Mən verir. öyrənirsən bizdə. Hemen. BOC üçbucağı budur, elə deyil. Ben. Bu iki tərəfini qeyd eləmirsən da. Hə? A, B, ha bura kal. Çox şey oldu. Və orada bir əlifbamızın bir hərflərindən yaz da. Ay, sol. Və Ben bas koydu. başqa hansı üçbucağı gedirdi? AB üçbucağı hansıdır? ABO. ABO üçbucağı. Onda üçüncü tərəf hansıdır? Onun üçüncü tarafı bura. Hə, ABO üçbucağı. ABO. Ha bura. Bura. ABO üçbucağını ABO. Özür dilərim, O. Yazdı hərfi də tam bilir. Bəli. Ona da bir hərf yaz da inşallah yazarsan yəni. Bəli. Bəli, Z. İndi parallelogram perimetri 42'dir. Yaz görüm. Perimetrini tapıb tez ol. Yaz tez ol. Yarım saat burada tez ol. Video bitirecek tez ol. Ne lazım oldu? Parallelogramın neçə tərəfi var? Ha, yaz da. Hadi. Burada Z olur, burada Z. Çox şükür. Ha, olsun. Şu. 10 bildin. Z topla Z sol tərəfə gəlir. Bayaqki yer var, həmişəki yer var. O yer sənə düşür. Z topla C neçə oldu? 21. Hardan bildik? Çünki ümumi perimetri 42 verir də. İndi o üçbucaqların nəyin vermişdi sənə? Fərqi. Nəyin fərqi? Nəyin fərqi? Perimetrlər. İndi hansı üçbucaqların? B. Bəli. Bunlar Fərq yəni neyin cavab? çıxır. Afərin. İndi birinci hansı üçbucaq verir? Birinci mən B, O, C. BOC-nin perimetri yəni nə yazacaqsan? A üstü, C üstü. Bəli. Sol tərəfdə yuxarıda. Balaca çatsın. A topla B topla C. Bu nəyin perimetri oldu? B, O, C. BOC-nin. Bəs o birisi üçbucaq hansıdır? O, C, A, B, O.
10 perimetr nədir? Z topla A. Sağ üstü öz. Topla A üstə B. Neyin edirsən? Çıxarsan. Çıxırıq. Çıxırıq. Bu çıxdı. Bəli. Nə? Z. Çox sağ ol. Başqa dəyişir. Çıxanda Çıxanda işarə dəyişir. Çıxırsan ama. Əslində onların hamısının arasında toplama olmalıydı. Amma biz bir-birindən çıxırıq. A, çıx, B, bərabərdir neçəyə? 7'ye. Orada yazılır. 7'nin orada. Yaxşı. Qalsın. İndi orada sadələşdir o ifadəni. Özü sadələşdirsin. Siz özünüz yazın. A, B. Sadələşdir da. Topla, açıq, nə bilim, nə Hə. İnşallah. Çox şükür. Baş işlədi. Sonra nə qaldı axırda yaz? Z çıx Z. Hə, D çıxsın. Musa. Deməli. Hə. Çıxarsan da belə. Musa söylüyor olursun. Hə. İndi bir də əlimizdə başqa nə var? Z topla Z. Xəbər yoxdur. 21. Bəli, onları alt-alta yazmalısan, elə deyil. Hə. Çünki sən təminlər sistemi deyə bir mövzu keçmiş ya. Bəli. Sistemə tam da öz işləsin, sakit ol. Nə eləməli bunları? Palta çıxır. Çıxır, çox. Ya. Bəli. Niyə xəttər? Hə, düzdür. Hə. Toplayanı zətlər getdi. Bəli. Taxta mənim. Bəli, nəyi soruşur indi bizdən? Paralelon tərəflərinin uzunluğu. Bəli. C nə qədər oldu? 14. Bəli, elə biri C idi də, paralelogramımızın tərəfinin biri C idi. O birisi nə qədər olacaq? O birisi perimetr 42 isə. Hə, ora bax da Z topla C-ni 21 yazmışsan sağda. Hə, 20 onda mənim üçün 7. Bəli. Çünki paralelogramımızın tərəflərinə nə qoymusan sən? Hansı hərfləri yazmışsan? ZC. Hə da. C14 isə Z-də nə qədər olur? Deməli, o qədər. Mən fərqli işlədim. Nə işlədin? Fərqli. Olar. Ola bilər. Deməli. Buyur. Buyur, əyləş. İndi düzdür, paralelogramda da biraz əyrilik oldu. Deməli. Burada gedəcək, nalet. Gedəcək. Kömək edir, gedəcək. Vaxt getmir deyir. Deməli, çünki siz işləmirsiniz də indi. İndi başlayacaq zövqə. İndi gələcək zövqəyə, deməli, Süleyman gələcək. Amma gözlüyün bunun üstündən bir də gedək. Deməli, burada uşaqlar, paralelogramın tərəfləri bilmirdik. C, Z yazdı. Və deyir ki, ABO və BOS üçbucaqları. Perimetrlərlə danışsa hərflər yazmalısan. Bilmirsən axı tərəflərini. BOS budur. Bura yazdı A. Diagonallar yarı bölünür. Bura A-dırsa burada nədir? A-dır. Bura yazdı B. Burada nə olacaq? B. İndi bu BOS-nin o burada da. Maşallah gətirib yazdı ortaya. Bəli. Burada qulaq. O nöqtəsi burada. Bu burada böyük olmaz. Deməli, BOS üçbucağının bir tərəfi A-dır, bir tərəfi B, bu tərəf bilmir deyə bura nə yazdı? C. ABO-nun da bir tərəfi A, bir tərəfi B, burada nə yazdı? Z. İndi bunların perimetrlərin fərqi. Birinci BOS verirsə, BOS-dən başlayırsan. BOS nədir? A, B, C. A topla B topla C çıxmalısan. Çünki nə edir? Fərqidir. Nəyi? ABO-nu. ABO-da da A-dır, B-dir, bir də Z-dir. Bu çıxanda bunların işarəsi necə dəyişir? Əksinə. Çıxılsın Z, çıxılsın A, çıxılsın B. A-lar getdi, B-lər getdi. C çıx Z oldu neçə? 7. Bunu bildik. Bir də paralelogram perimetri verir 42. Perimetr deyəndə 2 dənə C, 2 dənə Z. 42 isə Z ilə C 21-dir. Gətib onu da yazdı bunun altından. Devam. Bunları da alt-altı nə eləməliyik? Toplamaya yox ki, Z-lər getsin. 2C 28, C 14 isə Z də 7. Tərəflərini istəyir paralelogramı. Gəlirik növbəti Süleymanca, növbəti sualımız. Deməli, tam da işləyir. Yazın. Yazın. Deməli, biz 11 işlədik. Deməli, gəlirik. 108 işləyirik. 108. Hamı gəlib baxıram görüm nə yazır. 108. Buyurun şəklini çəkin. Anne zengindir. Niyə? Dersin yaparsın bunu. Ana, mən dəstən çıxdım. Hə. Səli gəlib paralelogram çəkirsiz. Alalım. Olar. Deməli.
Olur. Parallelogram çəkirik. ABC-də qeyd edirsiniz. Tez olun. ABC-dir. Danışın. ABC-dir. Bəli. Yox, otur burada danışırıq. Özür. Deməli. Deyir ABCD parallelogram A bucağının tənbələni BC tərəfini B nöqtəsində B-dən başlayaraq 3-2 nisbətində bölür. Bəli. Tam düzgün işləyir hələ ki. Sola dur bir dənə. Süleyman sola çəkir. Ham baxsın bir dənə. Birinci ABCD parallelogram çəkdik. A-nın tənbələni. Bax tənbələndirsə 50 dəfə demişəm. Nə yazmalısan ora? Tənbələn nə edir? Nəyi? Nəyi yarı bölür tənbələn? Tərəf. Bucaq. Həmçə. Onun çəkməyə mənası nədir? Hərf qoymalısan da. Demirəm həmişə. Hərf qoy Yəni da. anlamırsan, alfa yaz da. Bəli, onu yazmırsansa onun mənası yoxdur tənbələn çəkməyə. Bəli. Deyir gedir BC tərəfini necə bölür? 3-2 nisbətində. Bax 3-2. Amma K-larla yaz da 3K, 2K. Nisbət deyir axı. Demir 3 sm, 2 sm bölür. Bəli. İndi tənbələn çəkəndə demişdim nəyi unutmursunuz? Çarpaz. Çarpazın ötürü, alfanın çarpazı hara gedib düşür? Bəli. Aşağıda çarpanın çarpazı ora gedib düşür. Necə üç bucaq oldu? A, B, alfanı görürsən? Bərabər yanlı. Bərabər yanlı üç bucaq oldu da. O Şöyle BC-nin kəsdiyi yerə bir K nöqtəsi yaz da. Tənbələn gedir kəsilir. Kəsdiyi yerə bir K nöqtəsi yaz. Bəli. K yaz da. Bəli. ABK üç bucağına baxırsınız. Bəli. ABK üç bucağı necə üç bucaq oldu? bərabər. Bərabər yanlı, alfa. Yan tərəflər necə olmalıdır? Bərabər. Amma o bir yan tərəf nə qədər olsa. BK nə qədərdir? 3K. 3K. AB nə qədər olacaq? 3K. Amma mən deyim, yazdım. Hı. Bunu öz avtomatik yazmalısın da. DC nə qədər olacaq? 3K. 3K'da. Yaz da. Hə, Hə. 5K olur. Onda AD nə qədər olacaq? 5K. 5K. Yaz. Altı. Nəyə verib başqa sənə? AB. Ayvan 8. Nəyə bərabər yazsan? Yaz. 3K bərabər. Dayan. Özün yaz. Yazırıq. Kesin abi. Çəkin görüm nə yazsın? Birinin ikisini de yaz. AB haradır oğlum? Ne yerim Abi 3K. He. 50 saatte kalır. K6 perimetrin ta paralelogramın perimetrini. Paralelogramın perimetri. Dedim ki dinmeyeyim, bana bir şey versən sana. Parallelogram tərəfləri bir dənə göstər mənə, heç sən silmə. Parallelogram tərəfləri hansılardır? Aha. Bir də göstərir. Bir tərəf haradır, bir tərəf odur. O nə qədər? Neçə santimdir o? 3K toplası 2K 5. 5 santimetre. 5K. 3K topla 2K deyil 5 santimetre. Sev 10 santimetrede K tomu. K'ya burada. İyi şey yazdım. Saçı solsun. Ben veriyorum. Parallelogram bu tərəf nə qədərdir? K. Birləşimi 3. Bu nədir bəs? 3K nə deməkdir? Bu K nəyə tapırsan tapırsan bəs? da. Özünü düşünmürsən. Yazdığımızın anlamırsın niyə deyir. Bu nə qədərdir? 6. İndi 3K nə deməkdir? 3 topla deməkdir. 3 çıx deməkdir. Nə deməkdir? Neçə olacaq onda AB tərəfi? 18, 3'ü 6'ya vuranda. 3K nə deməkdir? 3 vur 6 da. İndi bura nə qədər oldu? Yaz yekunlaşsın da bitir. Bura nə qədər oldu? Niyə görə? 18. Bura nə qədərdir bəs? Nədir də bu? Oxu görüm bu nədir? Nə qədər elədi bu?
5 paket. Nə deməkdir? Neçə olacaq bu tərəfi? 15. 5 vurulsun 6. Təşəkkür. Bayağı da hesablamadım oldu. Nə qədər oldu? 30. Şimdi perimetrini tap da. Öyle bir sayfa. Ha. 15 mi Düzələcək. yazdı? Yine dirəşib ya Allah'ım. Ay baba. Hesabı yazmışam tərəfi. Görürsən tərəfə nə yazmışam? Yazmışam. Yazmışam görürsən üstündə. Tapın yazmışam burası. 15. Dirəşiblər də olur iyi. Çünki 2 gün tətil edirlər, bayramdan qayıdırlar. Beynimiz stajıyla. Mayonezi çox oldu bax. Ben slow be. Allah. Ay ben yolda. Az ya nasıl tutarsın ne? Ha. Şu. Elə bir yeni şey. Allah sen çok şükür. Afərin Süleyman. Otur aşağı. İnşallah səhvlər eləməsin. Hə, anladın mı sualı? Qulaq as. Deyir ki, A bucağının tənbələni, Hülya, dayan. A bucağının tənbələni gedib deyir BS tərəfini 3-2 nisbət deyəndə K-larla yazırsınız. 3K, 2K. Onda BS neçə K oldu? 5K. Burada nə olacaq? 5K. İndi bu da tənbölən isə o dəqiqə ürəyin hansı hərfi istəyir yaz. İndi bu alfa yazdı. Tənbölən sökmə bunları yazmalısan. Bunu çarpazını ötürsən bura. Bu da oldu alfa. İndi bu necə üçbucaq oldu? Bərabər yalnız. Çünki alfa. Bura 3K-ça burada nədir? 3K. Şurada. Perimetrində verib? Yox, verməyib. İndi nə demişdik? AB 18, AB nədir burada? 3K. AB'miz 3K. 3K nəyə bərabər? 18'e. K neçə tapdı? 6. Her şey bundan sonra tilsimlendi, bağlandı. K'nın alt tapanırsa her şey bitti. Şimdi K 6'sa 3 vur 6. 18. Bura oldu 18 bir tərəfi. Evet. 3, 5 vur 6, 30. Bunun hərəsindən 2 dənə daha. 2 vur 30 toplu 18. Eləyir 96. Sevim mi? Bəli. Seric. Fəriha gəlir lövhəyə. Fəriha gələk. Fəriha suallar qalır. Deməli, bunların çoxu oxşardır yenə. 108. O 109 işlədir. Hayat 108. 108, 109 da ondandır. Hə, bu əslində trapesiyanın orta xəttidir, yəni bunlar. Məsələn, gələkdən 106-nı işləyək. Orta xəttin tapılmasıdır. Fərhə necə tapılır orta xətt? Oturazaqlar toplayıb içir. Şurada, gəl bura. Gəl, İki dənə trapesiyadan istifadə edib. Bəli, yazılsın, bəli. İndi... Hə, heç nə deyirəm, hələ ki, gözünüz başlayın. Orta xəttin bəli, qaydasından istifadə edib olacaqsın. Bir dəfə yox da, 2 dəfə orta xətti hesablayacaqsın. Hə, bəli. 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 Bu bir bərabərliyi. Bunlar dairəyə al. Ortalığın bərabərliyi. Bunları nədə yazacaqsan? Nədə yazacaqsan? Hərflər bir tərəfə keçib. Bəli. Hərflər bir tərəfə keçib sistemdə yazacaqsın. Ay ben benim olmaz. Yox, x onun orta xətti deyil axı. Sən ümumi trapesiyanın orta xətti ola bilər, amma bütöv trapesiyanın. Sən bütöv trapesiyanın nətər orta xətti x olsun, yarı bölməyim bax. Orta xətt deyil axı, bütün trapesiyanın. Öyle şey oldu. X ümumi trapesiyanın sizə orta xətti nətər olsun? Pisnələr. Emin verib. Olamayacaq, mümkün deyil. X oldu 4, Y, Sağlam. sağlam ol.
oldu 6. Tapdıq. X, Y oldu 6. Bu sadəcə trapesiyanın orta xəttinin tapılmasıdır. Bəli. Bir də baxırıq. Bax burada diqqətli olmalı. Necə gedib götürürsünüz, necə gəldi. Amma qulaq aslında hər şeyin qaydası var. Bu X ümumi trapesiyanın orta xətti ola bilər, bütöv trapesiyanın. Mümkün deyil. Yuxarıdan kəsir, yuxarıdan kəsir. Bu X, bax burada neylə məsələn, bunu eləyək. X, bax bu trapesiyanın orta xəttidir. Görürsünüz bu trapesiyanın? Bəli. Orta xətt tapmaq üçün eləyirdi? Oxucular toplayıb 2-yə bölürük. Yəni 2 ilə Y-i toplayırsan, 2 toplu Y bölü 2 ilə bərabərdir. X-ə. X-ə. Qara yazılır burada. Sonra çarpaz vurduq. Hə? 2 topla Y bərabər 2X-ə. Bu bərabərlik budur. Sonra indi ikinci trapesiya var orada. Y hansı trapesiyanın orta xəttidir? 8 ilə Bu. Stopla 8. Bax bunu. İndi bu trapesiyaya baxırsan. Y bu trapesiyanın nə idi? Orta xəttidir. Bu dəfə X-lə 8-i toplayıb 2-yə böldük. 2'ye bölü Y bərabər gəlsən. Çarpaz vursan X topla 8 nəyə bərabərdir? 2Y. Sonra bunları da ikisini nədə yazsan? Tənlər sistemində. Hərflər bir tərəfə atırsan da 2x atırsan da Y çıxır 2x. Müsbət 2 də sağa keçir necə olur? Mənfi 2. Burada da x çıx 2y bərabər mənfi 8. Burada mənfi 2y, burada 1y. Bu nəyə vurdu? 2'yə. 2 burada 2y daxı. Hə Süleyman? Burada da 2y olsun. 2'ye vuranda 2y bu neçə olacaq? 4x. Bəli. Bunu 2'ye vuranda mənfi 4. Sonra bunları alt-alta nə elədi? Topladı. Müsbət 2y, mənfi 2y. Getdilər. Mənfi 4x topla x. Burada yazıb onsuz da. Bərabər mənfi 4 ilə toplayıb mənfi 8-dir. Mənfi 4x ilə x toplayanda mənfi 3x, bu da mənfi 12. Mənfi 12 ilə mənfi 2 bölü x neçə olur? 4. X 4 isə 4 topla 8. 12. Yox, 12'ni 2'ye vuranda 6. Ya da burada aparıb yerinə qoydu Fərhan məsələn. Y oldu nə qədər? 6. X ilə Y ikisini tapdı. Evet, evet. Belə. Hə, deməli. Belə bir yanda sual çıxır. Deməli. Deməli. Yəni nə çıxmayıb müəllim? Asya çok danışıyor. Deməli. Asya ve şəhərdə çıxar. Perimetr rahatdır, rahatdır. 103-cü sual. Deməli. 103-cü sual. Musa gəl 103-cü suala. Yaxşı. Hamı işləyir. Yenə bərabər yan trapesiya çəkirik. Test. Bərabər yan trapesiya. Tez olun, başlayın. Kəşir çəkin. Bərabər yan trapesiya. Yaz da. Ay müəllim. Ay üşüyürəm. Sən dur. Allah haqqı üşüyürəm. Ay bu nə? Ne oldu? Trapesiya var. Neyse ki. Mən videodan çıxacağam var. Ben de təbii trapesiyadır. Uşaq oldu çəksin. Hamı dislike Ha, yazır. Sen birden bir yavaş öğreneceksin. Olsun sağ ol. Trapesiya bunu çeken adam olacak. Bəli. Hündürlüyü 3'dür. Düzdür. Aferin. İndi o bir hündürlüyü də seç də. Bəli. Hündürlüyü çəkirsən, burası nə bilim o hündürlüyüdür. Bəli, aslında onu qeyd eləməlisən 100 var. 90'ları qeyd eləməlisiniz. Bəli. Bəli. Bəs ora 45 isə 90, 45. Aysa orada olur 45 dərəcə. Bəli. İndi ora 45 necə çıxacaq oldu? Bərabər yanlı. Bir tərəf nə qədərdir yan tərəfi? Çıxacağa bax. Həmin çıxacağın yan tərəfi nə qədərdir? 45 deyil. 45. Yan tərəf nə qədərdir? 90. Yan tərəfi deyirəm 1.90. Uzaq soruşuram. Yan tərəfi nə qədərdir? 3'də. O bir yan tərəfi nə qədər olacaq? Hə, o bir yan tərəfi 3 bucaqdan danışıram. 3 şökək. Yan tərəfi deyirəm də valla. Bu
Bura 45'ti, bura da 45'ti. Bu bərabər yanlı olma. Bura 3 ise burada nə olacaq? 3 də. Yan tərəf bu 3 3. Bura olacaq 3 3. O heç. Bəli. İndi bura da həmçinin. Bura 3 ise burada nə olacaq? 3. Burada 3 olacaq. Bəli. İndi bura qaldı bir dənə orta hissə. Böyük ortaca bu ümumda axı. Bura bir dənə x desən burada nə olacaq? Burada x olacaq. X çünki bu düz bucaqlıdır da, qarşı tərəflər. Orta xətt necə tapılır? Deyim mən. Topu 2-yə böldü. İndi oturacağın biri nədir? Balacası. X. X yazdı, x üstə Altı gəl. üstə gəl. Sakit olun. O birisi nə biraz? Bu da x. Üstə gəl. Tək x-dir, o bir ortacaq. 6x. 6x yox, 6 topla x. X-in altını toplaya bilərsən. Möhtəzdən nə istəyirsən? Toplama var da. Böyle 2 bərabər neçə? Beraber. Sən nəyi tapırsan? Burada Topu 2'ye bölüp nəyi tapırsan? böyle tutacak. Ha bunlar. Ortacaq topu 2'ye bölüp nəyi tapırlar? Orta kaydı. Orta xətt nəyə bərabər? 9'a. Ha da, davam edelim. Bu təmin özün işlə. Hə. Deməli. 6. Aha. Şey, x oldu 6. B oturacağına qədər olacaq bəs. X 6'da. Bura 6'da. Aha. Burada 6. Bildi. O kiçik oturacaq. B oturacaq harada? Hardan harada? B oturacaq. Böyle tutacağım burada. Ha, nə qədər olur o? 6. B oturacaq hardan başlayır? Bir dənə uzun göstər. Oradan başlayır ora qədər. Bunun 12. üstünə gəl də. 12. Ay, sol. Əyləş. Bəli. Tamam, sən çıxarcam, o qədər. Evet. Göz işləri. Gördün necə öz işlər? Bəli. Uras. Uras, bir dənə bunun üstündən gedək. Bu bizim trapesiyamızdır, bərabər yanlı. Hündürlüyü nə qədərdir? Bura qulaq. Hündürlüyü nə qədərdir? 3'dür. Bura 3'dür, bura da 3'dür hündürlüklə. Buranı 45 verirsən. 90 45 bura nə olur? 45. Burada həmsinin. 45'dir. Burada nə olur? 45 olur. 45 45 ise 45 45 ise bura 3 ise bura 3'dür. Bura 3 ise burada 3'dür. Bəli. Burada 3 santimetrdir. Onda buranı bilmirəm. Bura nə deyirsən bir dənə? X. Burada nə olur? X. Bunları toplayırsan, kiçik oturacağı nədir? X-dir. Böyük oturacağı nədir? 6 topla X. Toplu 2'ye bölüp orta xəttə, yəni 9'a bərabər çarpaz bölünür, x tapılırsa 6. X kiçik oturacağı deseydi, budur 6. Böyük oturacağı buradan başlayır. Bura. X topla 6, o deyir 12. Böyük oturacağı. Bu belə. Gedib. Sabaha 4 bucaqlıları bitirirsiniz.